Salam. Keçmiş Səhiyyə Naziri Əli İnsanov həbsxanada narkotik maddəni necə əldə edə bilərdi? Yeni ittihamlara özü nə deyir? Azadlığı Live-a baxırsınız, bizimlə qalın. Azərbaycanda taksi rəqabəti qızışır. 400 min məcburi köçkün hələ də normal yaşayış arzusundadır. Mərkəzi İtaliyadakı zəlzələ nəticəsində ölənlərin sayı 250-yə çatıb. Azı 10 illik həbsxana həyatından sonra azadlığa çıxacağına bir neçə ay qalmış, sabiq Səhiyyə Naziri Əli İnsanova qarşı yeni ittihamlar irəli sürülüb. Əli İnsanov saxlandığı 13 saylı cəza çəkmə müəssisəsindən Kürdəxanda yerləşən bir saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O yenidən istintaqa cəlb olunub. Vəkili Toğrul Babayev bildirib ki, Əli İnsanov istintaqa hər hansı ifadə verməkdən imtina edib. Sabiq nazir hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə də suçlanır. Bundan əlavə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməkdə, həbsxanada qadağan olunmuş əşyalar saxlamaqda da ittiham olunur. Onun istifadəsi qadağan olunmuş 60 ədəd tramadol dərmanını saxladığının müəyyən edildiyi bildirilir. Əli İnsanov irəli sürülən ittihamlarla razılaşmır. Deyir ki, bütün bunlar onun azadlığa çıxmasının qarşısını almaq üçün atılan addımlardır. Vəkili Toğrul Babayev deyir ki, baş verənlər onlar üçün gözlənilməz olmayıb. Əli İnsanov 1 ay 27 gün qaldığı halda 70 yaşı var. Hər hansı bir pensiya yaşına bu formada təzyiq eləsin, zor təsdiq eləsin, heç bir məntiq uyğun gəlmir. Bizə vəkilləri bildirdi ki, mən heç nədən çəkinmirəm. Mən nikminəm. Məni bu yollarla, belə təzyiqlərlə mənə heç nə eləmək olmaz. Yəni ki, mən öz yolumdan gedəcəyəm, axıra qədər mübarizəni davam etdirəcəm, beləcək. Əli İnsanov 2005-ci ildən həbsdədir. İqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. 13 saylı cəza çəkmə müəssisəsində saxlanırdı və vəkilinin dediyinə görə həmişə ciddi nəzarət altında olub. Belə olan halda sabiq nazir ittiham olunduğu kimi narkotik vasitələri, qadağan olunmuş əşyaları, o cümlədən dərmanları qapalı müəssisədə necə əldə edə bilərdi? Bu sualı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqova ünvanlasaq da, hələ ki bu barədə heç bir açıqlama verə bilməyəcəyini bildirdi. Baş Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, hazırda müvafiq araşdırmalar aparılır və yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək. Bu barədə Bakı sakinləri nə düşünür? Sabiq nazirə qarşı ittihamları haqlı sayırlar, yoxsa Əli İnsanovun argumentlərini, cavabları özlərindən eşidək. Hər halda mən inanmıram elə bir şey ki, yəni elə bir indi belə bir çıxmasın. Kimsə nəysə bir səhv hərəkət edəndə evindən özünüz bilirsiniz, yəni artıq danışmağa ehtiyac yoxdur. Ona görə mən elə şeylərə inanmıram. Yəqin ki yox, əminəm ki bu boş söhbətlərdir. Əli İnsanov özünə görə haqlıdır, çünki o özünü hər zaman müdafiə eləməyə çalışacaq. Amma necə demiş atalar, o da olmayan yerdən tüstü çıxmaz. Mən düşünürəm ki, hər halda yəqin ki hansısa bir cinayət tərkibli bir iş olub ki, yəqin ki yoxlayırlar onu. Mən mühəndisəm, o sahədən heç nə bilmirəm və heç nə də deyə bilmirəm, bağışlayın. Valla buraxsınlar, çıxsın da, qaza kişidir, ay bırax. Mən belə fikirləşirəm. Əgər mənim fikrimin ona bir xeyri deyə bilərsə, çıxsın bayra, valla. Eləyik ki, gedəcək. Biz niyə yazmırıq? Vəssalam da nə deyir? Olman ittihamlar da, yeni ittihamlar. Valla yenisini bilmirəm, elə haqqına yatır. Sözün düzü narkotik məsələsinə inanmıram. Amma Əli İnsanov əlbəttə ki, çox cinayət inanıram ki, törədib. Amma sırf narkotiklə əlaqədar yox, başqa bir cinayətdə. Yəni öz vəziyyətindən istifadə etmək, rüşvət almaq və bu cür. Hələ 2013-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun şikayətinə baxaraq işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən Azərbaycan hökuməti İnsanova 10.000 avro kompensasiya da ödəməlidir. Bu qərara əsasən Azərbaycan Ali Məhkəməsinin plenumu Əli İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu instansiya bir daha Əli İnsanov barədə hökmü qüvvədə saxlayıb. Şikayət yenidən Ali Məhkəməyə verilib və bu instansiyada Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Toğrul Babayev yenidən Avropa Məhkəməsinə müraciət edəcəklərini deyir. Amma bundan öncə də Avropa Şurası Nazirlər Komitəsinə etdikləri müraciətin hələ də cavabsız qaldığını deyir. İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzarət edən mexanizm, yəni Nazirlər Komitəsidir.
onlarda belə bir orqan var ki, məhkəmə qərarları icra olunmayanda onlar tədbir görürlər. Hətta Nazirlər Komitəsi bu məsələni Əli İnsanovun məhkəmə qərarının icra olunmaması məsələsini gündəliyə də saldı. İclas da təyin edildi. Sonra bizə məlum olmayan səbəblərdən həmən o gündəliyinə çıxarıldı məsələ. İndiyə qədər də hətta yanğılan dəfələrlə bildiririk ki, bu məsələ gündəmdədir, həllini tapacaq. Lakin heç bir nəticə olmadı, heç bir real nəticə olmadı, heç bir hərəkət olmadı. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının ölkədə icra olunmamasına dair yeganə hal deyil. 2015-ci ilin əvvəlində Avropa Məhkəməsi Real Hərəkatının sədri İlqar Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Amma İlqar Məmmədov hələ də həbsdədir. Hüquq müdafiəçisi İntiqam Əliyev düşünür ki, Avropa Məhkəməsinin qərarlarını icra etməməklə ölkə başçısı cəmiyyətin, xüsusən də fəal kəsiminə mesaj ötürür. Buraxsam, mən buraxacam, kefim istədiyi vaxt buraxacam və Avropa Məhkəməsinin qərarları olsa belə istəsəm buraxmaya bilərəm. Əslində qalsa bu da mesajdır və İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı icra olunmamasının arxasında da bu dayanır. Başqa amillər də var, həm də bu amil var. Eləcə də Əli İnsanovun barəsində məhkəmə hökmü çıxmasına baxmayaraq onun məhkəmə baxışını, yenidən keçirilən məhkəmə baxışını biabırçı şəkildə keçirilməsinin arxasında da o dayanır. Onun dikbaşlığına görə, onun etiraz etdiyinə görə, mübarizliyinə görə, diləmədiyinə görə, məni sındıra bilməzsiniz mesajına görə, məhkəmədəki çıxışlarına görə onu cəzalandırırlar. Həm də ki, qarşıdan referendum gəlir, bu referendum ərəfəsində belə bir adamın azadlığa buraxılmasından narahatdırlar, canlanma yarada bilər və s. Buna görə cəzalandırırlar. Azərbaycan hökuməti vaxtaşırı Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı problemin olmadığını bəyan edir. Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əskərov bir müddət əvvəl qərarların icrasında ciddi problemlərin olmadığını açıqlamışdı. Avropa Məhkəməsinin çıxardığı qərarların icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsindən mövqe almaq cəhdlərimiz hələ ki alınmayıb. Konkret Əli İnsanovla bağlı duruma gəlincə, Avropa Şurasının Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasının durumu ilə bağlı rəsmi internet saytında hər hansı yeni məlumat yoxdur. Hüquq müdafiəçisi İntiqam Əliyev isə hesab edir ki, Avropa Şurası Nazirlər Komitəsi təkcə qərarlar çıxarmaqla kifayətlənməməli, qərarlarını icra etməyən hökumətlərə, o cümlədən Azərbaycan hökumətinə qarşı sanksiyalar da tətbiq etməlidir. Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsində Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılandan bəri bu sahədə canlanma müşahidə olunur. Əvvəllər məhdud sayda taksi şirkətləri fəaliyyət göstərsə də, indi onların sayı onu ötüb. Üstəlik Bakıda, Avropa və Amerikada məşhur olan Uber taksilər də peyda olub. Nəqliyyat Nazirliyi isə təklif edir ki, taksilərdə vahid qiymət müəyyənləşdirilsin. İqtisadiyyat yazarı Hafiz Babalı bu təkliflə razılaşmır. Deyir ki, qiyməti bazar müəyyənləşdirməlidir. Belə olanda rəqabət də artar. Azərbaycanda taksi biznesi, qiymətlər və xidmətlər haqda Azadlıq Radiosunun yeni araşdırması ilə azadlıqradiosu.az saytında tanış ola bilərsiniz. Standartlara görə evlər dəmir yol xəttindən azı 20 metr aralı olmalıdır. Əksəriyyəti Zəngilan köçkünləri olan 30-a yaxın ailə isə 23 ildir dəmir yolu xəttinin düz bir addımlığında yaşayır. Yaşayış durumları bir yana. Deyirlər ki, üstəlik övladlarının həyatı da hər gün təhlükədədir. Bu 2 metr deyil aramız. Düz 2 metr. Burada yaşayırıq biz 23 il. 30-a yaxın məcburi köçkün ailəsi Bakıda dəmir yol xəttinə 1-2 metr məsafədə yaşayır. Halbuki Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun sözlərinə görə bu məsafə ən azı 20-21 metr olmalıdır. 23 ildir ki, onlar burada Biləcəri Dəmir Yol deposunda məskən salıblar. Gərək gedib parkda dincələ, istirahət edə. Bizim parkımız buradır. Uşaqlar hamısı vagonların altında var. Bizdən şey aldılar, belə kağız aldılar. Kağızı poz kəssə biz günahkar deyilik. Bəs siz imzaladınız həmin kağızı? Bizə imzalatdılar da əlacımız yoxdur, bizim ayrı yerə gediş yerimiz yoxdur. Sakinlərin sözlərinə görə indiyədək onların yaşadığı şəraitlə hökumətdən maraqlanan olmayıb. Yatacağımız, duracaq, qışda bax bu boyda daxmanın içində biz qış deyilik. Pəncərəsi də yoxdur ki, bir elə hava gələn yer olsun. Bu havasız şəraitdə mən 2 uşağı nə cürə saxlayıram?
Bak yemek pişirdiğimiz yer de budur. Bu da xaladenikimizdir. Bak bu da qab-qacağımızdır. Bak bizim yaşayış yerimiz budur. 21-ci əsrdir. Nə bilim, dünyaya hegemonluq edirik. Dövlətimiz vardır, dövlətdir, amma bizdə xəbər olan yoxdur. Sakinlərin dediyinə görə onlarla yalnız seçkilər ərəfəsində maraqlanırlar. Daha sonra isə yoxa çıxırlar. Yəni 24 ailə, 24 ailə. Burada nə var ki, ona bu boyda pul var, bu boyda hər şey tikirlər, hər şey yaradırlar. Amma səs vermə gələndə gəlirlər, qapımızı sındırırlar. Gəlin səs verin prezidentimizə. Xeyr ola. Bax bizə də eləsin, biz də duraq onun dalında da. 51 ildən dəmir yolda mənim stajım var. Burada da yaşayırıq, bu da beləncə. Bax bu da arvaddır, bu da xəstə evdə. Belə yaşayırıq. İcra hakimiyyətimiz bizim bilmir. Yoxdur, heç bilmir ki, bunlar harada yaşayırlar. Burada 23 ildir ölür ya qalır. 2016-cı ildə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən Dünya Bankının verdiyi kredit və Prezidentin ehtiyat fondundan üst-üstə 500 milyon manata qədər vəsait ayrılıb. Buna baxmayaraq, Azərbaycan Respublikasının qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qəmbərov deyir ki, yaxın gələcəkdə Biləcəri deposunda yaşayan məcburi köçkünlərin həyat şəraitinə dəyişiklik olmayacaq. Komitənin balansında boş mənzil yoxdur və eyni zamanda hal-hazırda Bakı şəhərində tikinti işləri aparılmır. Ancaq gələcəkdə bu cür acınacaqlı şəraitdə yaşayan ailələrin köçürülməsinə gələcəkdə mərhələli şəkildə baxıla bilər. Bax burada yaşayırıq. Bax hamımız uşaq, 5 nəfər bir dənə xırda balaca otaq. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə 700 min nəfər qaçqın və məcburi köçkündən təqribən yarısının mənzil məişət şəraiti yaxşılaşdırılıb. Amma elə buradan da çıxan nəticəyə görə azı 400 min köçkün hələ də normal yaşayış arzusundadır. Elə Biləcəri deposunda yaşayan 24 ailə kimi. Oradan buraxırlar, burada qulaq, uşaq 80 yuxuda yata bilmir. Mərkəzi İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 250-yə yaxınlaşır. 6,2 bal gücündə zəlzələ iyunun 24-ü səhər olub. Əsas 4 şəhərə ziyan dəyib. Xarici xəbərlər. İtaliyada zəlzələdən ölənlərin sayı artmaqda davam edir. Mərkəzi Avropa vaxtı ilə saat 15-ə olan məlumata görə ölənlərin sayı 250-yə çatıb. Bu kadrlar avqustun 25-də Pescara del Tronto qəsəbəsində pilotsuz aparatdan çəkilib. Demək olar ki, evlərin hamısı dağılıb. Ölən və xəsarət alanların arasında yerlilərlə yanaşı istirahətə gələnlər də var. Bu qəsəbənin cəmi 150 sakini var, amma yay mövsümündə turistlərin hesabına bir neçə dəfə artır. Bu görüntülər isə Amatrice şəhərindən çəkilib. Xilas edicilərə polis və hərbislər də kömək edir. Avqustun 25-də bu şəhərdə 15 saatdan sonra dağıntıların altından sağ qalmış 10 yaşlı bir qız çıxarılıb. Sakinlər burada salınmış müvəqqəti çadır düşərgəsinə köçürülüblər. Ən çox ziyan Atsumoli, Amatrice, Posta və Arguata del Tronto şəhərlərinə dəyib. Yeraltı təkanlar Romada da hiss olunub. Zəlzələdən sonra regionda 5,1 və 5,4 bal gücündə 150-yədək təkrar təkanlar olub. Qeyd edək ki, 2009-cu ildə Laguile şəhərində baş verən zəlzələdə 309 adam ölüb. Türkiyənin dəstəklədiyi Suriya üsyançıları Türkiyə ilə sərhəddə yerləşən Cirablus şəhərini İslam dövləti yaraqlılarından azad ediblər. Bunu ABŞ-ın vitse-prezidenti Joe Biden ilə görüşdən bir neçə saat sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib. Ve şu an itibariyle Cerablus'u Özgür Suriye ordusu mensupları ve Cerabluslu olanlar şu anda yeniden geri almış. Qeyd edək ki, Türkiyə avqustun 24-də Suriya ərazisinə xüsusi təyinatlı qüvvələr və tanklar yeridib. Ankara bəyan edib ki, əməliyyatda məqsəd İslam dövləti yaraqlarını şəhərdən çıxarmaq, həmçinin şəhərə hücuma hazırlaşan Türklərdən ibarət YPG qrupunun qarşısını almaqdır. Frantişek Hadvara Çexiyanın Zdikov şəhərindəki elektrik mişarı üçün hissələr buraxan zavodda işləyir. O həmişə qonşu kənddən işə maşınla 15 dəqiqə gedib. Amma bu 45 yaşlı silingerə çox gəldiyindən özünə kiçik təyyarə düzəltmək qərarına gəlib və indi işə onunla gedib gəlir. Saatda 150 km sürətlə gedə bilən təyyarə ona 3700 avroya başa gəlib. Bugün sizə çatdıracaqlarımız bu qədərdir. Siz də maraqlı, mühüm hadisələrin şahidi olursunuzsa, video və ya foto çəkib bizə yollayın, yayımlayaq. Sağ olun, azadlıqda qalın.